Salam əziz şagirdlər və tələbələr. Bugün sizə başa salacağım dərs 9-cu sinif səviyyəsindəki trigonometriya olacaq. Trigonometriya əslində özü çox geniş bir bölmədir, hətta 1-2 ay çəkir. Amma 9-cu sinif səviyyəsində o qədər də çətinliyi yoxdur. Sadəcə bəzi düsturlar var, onu bilmək lazımdır. Bir də trigonometrik cədvəli bilmək lazımdır. Yəni o imtahana salına da bilər, salınmaya da bilər, artıq orasını bilmirəm. Amma yenə də onu postlarda trigonometrik cədvəli paylaşacağam. Əvvəlcə düsturlara baxaq. Bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Və düzbucaq olmasını göstərirəm. Adlandıraq. A, B, C. Buraya məsələn, istədiyiniz hər hansı bir yerə alfa deyə bilərsiniz. Məsələn, mən buranı alfa götürürəm. Bizdən sinüs alfanı istəsə, sinüs alfa bərabərdir. Qarşı katet böl hipotenuz. Yəni alfanın qarşısındakı katet buradır, yəni B-dir. Ona bitişik katet isə düz yanındakı katetdir. Yanındakı katet bitişik katet olur. C-miz də hipotenuzdur. Buna əsasən deyirik sinüs alfa bərabərdir. Qarşı katet, yəni B, bölünsün hipotenuz, yəni C. Kosinüs alfa. Kosinüs də bitişik katet böl hipotenuzdur. Yəni A bölünsün C. Daha sonra tangens alfa bərabərdir. Qarşı katet bölünsün bitişik katet. Burada baxın, qarşı katet B-dir, bitişik katet A-dır. Yəni B böl A. Kotangens alfa isə bitişik katet böl qarşı katet. Yəni tangens alfanın tərsi. A böl B. Bu düsturlar çox vacibdir. Ola bilsin bundan sala bilərlər imtahana. Bir də bir şey başa salacağım. Məsələn, bir dənə çevrə çəkirəm. Bunu qıraqda çəkim, çünki yekə bir yer tutacaq. Daha doğrusu birinci koordinat çəkirəm. Koordinatlar sistemi. X, Y. Buraya bir dənə çevrə çəkirəm. Qəşəng çevrə çəkək. Burada mərkəzimizdir. Buraya bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Baxın bu şəkildə. Düzbucağını qoydum. Bura olsun R. Zaten çevrənin radiusudur, onu bilirik. Baxın, buradan buraya qədər olan hissə 180 dərəcədir. Buradan buraya qədər olan hissə 270 dərəcədir. Buradan ümumi buraya qədər hissə isə 360 dərəcədir. Və x kvadratı, x məsələn, haraya deyək x-i, bura məsələn olsun alfa, bura olsun y, x kvadratı üstə gəlsin y kvadratı bərabərdir r kvadratı. Bunu bilirik. Bura, baxın bu hissə, bir dəqiqə, bu hissə, x-imiz r-dir, y-imiz isə 0-dır. Çünki y-imiz 0-ın üzərində dayanıb. Y burada 0 olur. Bu hissəyə baxırıq. Burada da x-imiz 0 olacaq, y-imiz r olacaq. Yəni radiusumuza bərabər olacaq. Daha sonra bura artıq x-imiz mənfi tərəfdədir. Ona görə x-imiz mənfi r olacaq. Mənfi r. Y-imiz də yenə 0-ın üzərində olduğu üçün 0 olacaq. Bu hissə isə bunu aşağıdan yazıram. X kvadratı. Üstə gəl y kvadratı. Bu hissədə artıq y-imiz mənfi hissəyə düşüb. X-imiz yenə 0-dır. Y-imiz də mənfi hissəyə düşdüyü üçün mənfi r olacaq. Və bunun da artıq bir düsturu var. Sinüs alfa, məsələn, burada alfa dediyimiz budur da. Dedik axı, sinüs alfa qarşı katet böl hipotenuzdur. Burada bunun qarşı kateti görürsünüz y-dir. Çünki baxın, düz qarşısındakı katet y-dir. Hipotenuzsa r-dir. Onda yazıram, sinüs alfa bərabərdir y böl r-ə. Daha sonra kosinüs alfa bərabərdir. Dedik, buna da bitişik katet böl hipotenuzdur. Bitişik katetimiz x-dir. Bura x-dir. Bitişik katet x-dir. X-i böləcəyik r-ə.
Daha sonra tangens alfa. Tangens alfada dedik qarşı katet böl bitişik katet. Burada qarşı katetimiz olur y, bitişik katetimiz olur x. Yəni y bölünsün x olacaq. Kotangens də bunun tərsidir. Yəni bitişik katet böl qarşı katetdir. Yəni x böl y olacaq. Elə yəni trigonometriya 9-cu sinifdə bundan ibarətdir. Trigonometriya əsasən 10-cu sinifdə keçirilir, amma bunlar 9-cu sinif, 8-in daha doğrusu axırlarında keçirilən bir mövzudur. Yəni neçə ildə hələ ki 9-un imtahanına salınmayıb, amma bəlkə bu il salarlar da bilmirəm orasını. Yəni bundan ibarətdir. Düsturları bilsəz, trigonometrik cədvəli indi postlara atacağam, oradan baxıb öyrənə bilərsiniz. Bu qədər idi.